Lor dedikdə nə nəzərdə tutulur? Qulaq-burun-boğaz xəstəlikləri ilə bağlı patologiyalar, xəstəliklər Bu sahə ilə bağlı ümumi müayinələr nə vaxt aparılmalıdır? ildə bir dəfə ümumi qulaq-burun-boğaz müayinələri aparılmalıdır. Uşaqlarda daha çox hansı xəstəliklər yayılır? Qrip, yuxarı tənəffüs yolları infeksiyalarından sonra uşaqlarda və böyüklərdə gözlədiyimizdən də artıq bu ağırlaşma ilə xəstələr bizə geri dönüş etdi. Burun tıxanıqlığı olan pasiyent mütləq cərrahi əməliyyat olmalıdır. Yox, ilkin olaraq dəyərləndiririk. Çalışdığınız xəstəxanada hansı cərrahi əməliyyatlar icra olunur? Burun çəpər əyriliyi, burun balıq qulaqlarına müdaxilə, kiçildilməsi, endoskopik sinus cərrahiyyəsi, burunda poliplərin, adenoidektomiya, boğaz əti, qulaqda bu parasentezdir, tüp boyulmasıdır. Bu əməliyyatlar icra olunur. Erkən müayinə, erkən diaqnoz, erkən müalicə deməkdir. Hər vaxtınız xeyir əziz izləyicilər. Verilişimizin bu dəfəki buraxılışında burun-boğaz xəstəliklərindən danışacağıq. Studiyamızın qonağı isə bir nömrəli şəhər xəstəxanasının həkim otolaringoloqu Səmral Ağazadədir. Səmral doktor, xoş gördük. Xoş gördük. Ümumiyyətlə Səmral doktor, bu lor dedikdə nə nəzərdə tutulur? Lor dedikdə qulaq-burun-boğaz xəstəlikləri üzrə belə deyim, məşğul olan, bu xəstəliklərin müalicəsinə məşğul olan həkim nəzərdə tutulur. Saldırılmış formada el arasında hər kəs bunu lor kimi bilir. Yəni xəstələrimiz də, pasiyentlər də lor xəstəlikləri dedikdə qulaq-burun-boğaz xəstəlikləri ilə bağlı patologiyalar, xəstəliklər nəzərdə tutulur. Bu sahədə hansı xəstəliklər mövcuddur? Bu sahəyə aiddir qulaqda olan xəstəliklər. Məsələn, qısaldılmış formada deyərik, eşitmə zəifliyidir, qulaqda küylərdir, qulaq ağrılarıdır, qulaqdan irinli axıntıların gəlməsidir və s. Bu böyük sahədir, böyük xəstəliklər var. Burunda burun tıxanıqlıqlarıdır, burunda qanaxmalardır, digər və s. səbəblərdir. Boğaz xəstəliklərindən isə anginalardır, boğaz ağrılarıdır, öskürəkdir və eyni zamanda əsas məsələlərdən birini qeyd etmək istəyirəm ki, qırtlaqda olan patologiyalardır. Səsdə tutulmalar, səsin xırıltılı olması, nəfəs alma problemləri və s. Bu da önəmlidir ki, bizim üçün bədxassəli və yaxud da xoşxassəli qırtlaq törəmələrinin aşırı olmasında çox önəmlidir. Ümumiyyətlə bu sahə ilə bağlı ümumi müayinələr nə vaxt aparılmalıdır? Biz xəstələrimizə tövsiyə edirik ki, ən azından ildə bir dəfə həkim, lor həkim müayinəsində olmalıdır. Ümumi qulaq-burun-boğaz müayinələri aparılmalıdır. Biz poliklinikamızda yaradılmış şərait nəticəsində qulaqların, burnun, boğazın müayinəsini aparırıq və ən son avadanlıqlardan istifadə edərək deyək ki, endoskopik müayinələrimizi aparıb diaqnozumuzun dəqiq qoyulmasına, düzgün qoyulmasına köməklik göstərir. Uşaqlarda daha çox hansı xəstəliklər yayılır? Burun tıxanıqlığı, otit dediyimiz xəstəlik. Deyək ki, yuxarı tənəffüs yollarının xəstəlikləri olur. Daha sonra bu ağırlaşma kimi verir otit xəstəliyi. Son yayılmış bu qrip, yuxarı tənəffüs yolları infeksiyalarından sonra uşaqlarda və böyüklərdə gözlədiyimizdən də artıq bu ağırlaşma ilə xəstələr bizə geri dönüş etdi. Yəni xəstə qrip olub və demək olar ki, bir çoxunda qulaqlarında problemlə geri dönüş etdilər. Fərqi var mı? Yox, yaşın belə bir əhəmiyyəti yoxdur. Əsas olaraq orqanizmin öz quruluşu, yanaşıq xəstəlikləri və yaxud da ki, allergiyanın burada rolu çox böyükdür. Məsələn, allergiyalı xəstələrdə daha çox buna meyillik olur. Bizim müvafiq orqanlarımızdan biri də qulaqdır. Biz eşidirik qulağla. Ümumiyyətlə, qulağına baxdığında həkimə müraciət edilməyəndə hansı xəsarətlər ola bilər? Qulağında ağrı var, özündən dərman tökür, məsələn, hidrogen peroksid, yəni peroksid deyirik, bundan tökür və yaxud da ki, yağı qızdırıb qulaqlarına tökürlər. Bu daha da ağırlaşmış formada bizə geri dönüş edir. Ona görə bütün xəstələrə tövsiyəmiz budur. Əgər qulağınızda bir ağrı varsa, bir şikayətçi varsa, gecikdirmədən bizə müraciət edin. Artıq xidmətlərimiz daha əlçatandır. Vaxtında müraciət edə bilərsiniz. Vaxtında düzgün diaqnoz qoyulub, adi bir, məsələn, sadəcə olaraq lor kabinetində yarım saat içində, 10 dəqiqə içində sizin müalicəniz həll olunarsa, probleminiz həll olunarsa, nə gözəl. Ən çox şikayətlər hansı xəstəliklərlə bağlı vətəndaşlar tərəfindən, pasiyentlər? Klinikamıza müraciət edən xəstəliklər, demək olar bütün xəstəliklər üzrə, qulaq-burun-boğaz xəstəlikləri üzrə müraciət edir. Ən çox müraciət edənlər birinci növbədə burun tıxanıqlığı ilə bağlı olan xəstələrdir. Əlbəttə, bu burun tıxanıqlığından söz düşmüşkən, açardınız zəhmət olmasa. Burun tıxanıqlığı dedikdə
Burun Nə nəzərdə tıxanıqlığı nədir? Yəni xəstələrdə burunla nəfəs alma şikayətləridir. Xəstədir. Gün ərzində fiziki işdən gördükdən sonra təng nəfəslik yaranır, burunla nəfəs ala bilmir, ağzı açıq qalır. Belə bir şey var ki, xəstələr gəlir deyir ki, doktor, mən uzun müddət, məsələn, 8 saatlıq yuxu yatmağıma baxmayaraq səhər dururam, yorğun oluram, əzgin oluram, halsız oluram, depressiv vəziyyətdə oluram. Bu vəziyyətlər burun tıxanıqlıqları buna səbəb olur. Ürəkdə problemlər yaradır, ürək döyüntülərinin sayını artırır, təng nəfəslik və s. yaradır. Yanaşma necədir ümumiyyətlə belə xəstələrə? Belə xəstələrə ilk öncə gəldi, xəstənin şikayətini dinləyirik, daha sonra anamnestik məlumatlar toplayırıq, neçə vaxtı belədir, nədən sonra yaranıb, sizin daha çox məsələn hansı formada narahat eləyir. Bunları öyrəndikdən sonra hər hansı bir dərman istifadə edib etmədiyini aydınlaşdırdıqdan sonra müayinəmizə keçirik. Müayinəmiz iki üsullu olur. Bir, ön rinoskopiya dediyimiz müayinədir ki, biz aşkar eləyirik burada burun çəpərində ön tərəfdə bir əyrilik varmı, yoxmu? Sonra burun balıq qulaqlarının ölçüsünün vəziyyəti, sehli qişasının vəziyyəti, bunları dəyərləndiririk. Eyni zamanda xarici burnun görünüşü də bizim üçün önəmlidir ki, orada bir deformasiya varmı, yoxmu? Ön müayinə apardıqdan sonra endoskop vasitəsilə arxa rinoskopiya edirik. Arxa rinoskopiya bizə nə verəcək? Burun çəpərində arxa hissədə bir əyrilik varmı, yoxmu onu bildirəcək. Üzrsən doktor, bunlar hamısı icbari tibbi sığorta tərəfindən qarşılanır. Bəli, onlar hamısı icbari tibbi sığorta ilə tam ödənişsiz şəkildə klinikamızda icra olunur və xəstələr də rahatçılıqla müraciət edə bilərlər. Daha sonra arxa rinoskopiyada biz müayinə elədik. Ən önəmli bir şey, burun çəpərində ön tərəf düzdür, normaldır, burun balıq qulaqları normaldır, amma baxırıq ki, arxada bir əyrilik var. Ən vacib olanı burun udlağı müayinəsini biz bu endoskoplar vasitəsilə edə bilirik ki, orada hər hansı bir törəmə gördükdə, hər hansı bir şübhə yarandıqda vaxtında diaqnozu aşkar edə bilirik. Burun tıxanıqlığı olan pasiyent mütləq cərrahi əməliyyat olmalıdır. Yox, mütləq şəkildə cərrahi əməliyyat olunmamalıdır. Yəni ilkin olaraq dəyərləndiririk. Görürük əgər bu burun tıxanıqlığına səbəb nədir? Həqiqətən də orada mexaniki bir təsir varmı? Yəni burun çəpərində bir əyrilik varmı? Böyük bir əyrilik. Nəfəsi daraldacaq. Bəzən olur ki, xəstələr gəlir, burun balıq qulağı dediyimiz aşağı burun balıq qulağı. Onlar allergiya fonunda və yaxud da uzun müddət deyək ki, burun spreyləri var ki, istifadə etməməlidir. İstifadə eləyib, öyrəşmə yaradıb, allergik rinit eləyib, vazomotor rinit eləyib. Bu xəstələrdə deyək ki, müalicə ilə effekt görə bilirik. Yəni burada xəstəliyinə uyğun olaraq konservativ müalicə təyin edirik, 1 aylıq müalicə. Yekunda xəstə gəlir, əgər şikayətlərində düzəlmə varsa, deyirik nə gözəl, artıq cərrahi müdaxiləyə ehtiyac yoxdur. Əgər müsbət dinamika izlənməzsə, o zaman cərrahi müdaxilə haqqında düşünün. Çalışdığınız xəstəxanada hansı cərrahi əməliyyatlar icra olunur? Burun tıxanıqlığı ilə bağlı burun çəpər əyriliyi, septoplastika dediyimiz əməliyyat icra olunur. Konxektomiya dediyimiz burun balıq qulaqlarına müdaxilə, kiçildilməsi, daha sonra endoskopik sinus cərrahiyyəsi tərəfimizdən icra olunur. Burunda poliplərin, belə deyim, el arasında artıq ət deyirlər, bunların çıxardılması, təmizlənməsi icra olunur. Daha sonra əlavə olaraq adenoidektomiya, sonra boğaz əti tonzilektomiya əməliyyatı olunur. Qulaqda təbil pərdəsi arxasına maye toplanıbsa, əgər eksudativ otit deyirik, bu parasentezdir, tüb boyulmasıdır, bu əməliyyatlar icra olunur. Hansı hallarda cərrahi əməliyyatların fəsadları baş verə bilər? Xəstə əməliyyata girməmişdən öncə xəstələrə bütün məlumatları verir ki, zaten bütün əməliyyatlarda bir fəsadlaşma nisbət vardır. Amma işimizi daha da ağırlaşdıran məsələlərdən biri nədir? Deyək ki, yaşlı xəstədir, qan durulduru bir dərman içir. O zaman biz onu nəzərdən keçiririk və tövsiyə edirik ki, əməliyyatdan ən azı bir həftə həkim kardioloqun nəzarətində bunu istifadə etməsin. Bu əməliyyat sırasında qanama, əməliyyatdan sonra qanama. Xəstələrin bəzilərinin deyək ki, tütün vasitələrindən istifadə etməsi. O əməliyyat sırasında və əməliyyatdan sonra işimizi çətinləşdirir, yara sağalmasını gecikdirə bilər, irinlənmə, fəsadlanma verə bilər. Hər bir cərrahi əməliyyatdan sonra qanama riskimiz var. Yaranın gec sağalması və s. digər xəstəliklərdə olduğu kimi bizdə də bu eyni belə deyim. Burunda çəpər əyriliyi əməliyyatları da icra olunur. Bəli, burun çəpər əməliyyatları icra olunur. Bəzən insanlar burunda estetik əməliyyatlar həyata keçirirlər. Qeyd edim ki, bu icbari tibbi sığortaya daxil deyil, icbari digər əməliyyatlar daxil deyil və bu ödənişli şəkildədir. O hansı hallarda fəsadlar ola bilər insanlarda? Rinoplastika əməliyyatının fəsadları belə deyim də
çoxdur. Bu bir geniş mövzudur. Ən əsas məsələlərdən biri burun sümüklərində olan orada deyək ki, kəsilir, doğranır və s. qırdaqlarda yenə buruna yenidən forma verilir. Bu zaman burun sümüklərində iri həcmli qırıqlar, kəllə sümüklərində travmalar ola bilər. Daha sonra burun formasını verirsən, bir müddətdən sonra burun öz formasını dəyişməsi, əyilməsi, bu da təsir eləyir həm o gördüyümüz işlə bağlı, əməliyyat sırasında olan bir hər hansı bir belə deyim də çatışmazlıq və yaxud da ki, xəstənin öz orqanizminin buna verdiyi reaksiya nəticəsində bir təzədən deformasiyalar ola bilər, əyilmələr ola bilər və yaxud da ki, dediyim kimi daha böyük bir fəsadlar ola bilər. Uşaqlarda əks göstəriş varmı hansı əməliyyatlarla bağlı? Uşaqlarda əsas sizin sahədən söhbət. Qulaq-burun boğaz xəstəliklərində deyək ki, burun əti, boğaz əti uşaqlarda daha çox icra olunur və müraciət edən xəstələrdə daha çox bununla bağlıdır. Əsas qorxduğumuz və çəkindiyimiz qan xəstəliklərinin olmasıdır. Laxtalanma problemi olması, irsi xəstəliklərdir. Yerdə qalan xəstəliklər deyək ki, ən çox çəkindiyimiz, qorxduğumuz, məsələn, daşıyıcı bir xəstəliyi var, laxtalanma problemi var, əməliyyat sırasında iri həcmli bir qanama ola bilər və yaxud da əməliyyatdan sonra qanama ola bilər. Bunun dayandırılması heç bir həkimin belə deyim də istəmədiyi bir mövzudur ki, bura girsin, bu mühitə düşsün. Ona görə əməliyyatdan öncə tərəfimizdən bütün əməliyyat olunan xəstələr hər tərəfli müayinədən keçir. Qan analizləridir, kardioqrammadır, UZI-dir, rentgendir, hamısı tam araşdırıldıqdan sonra əməliyyata götürülür. Böyüklərdə də həmçinin. Böyüklərdə də, uşaqlarda da eyni qaydada. Bəzən insanlar deyir ki, qulağımda uğultu var. Aha. Bu nə ilə əlaqədardır? Qulaqda küyün olması, biri deyir məsələn qulağımda küy var, biri deyir çay səsi gəlir, hər bir cür ifadə eləyir. Qulaq-burun boğaz xəstəliklərinə aid olan məsələ əsas eşitmə sinirində olan problemdir. Birinci növbədə. Xəstə gəldi, qulağımda küy var. Birinci qulaq müayinəsi, otoskopiya eləyirik. Orada hər hansı bir xəstəlik varmı? İrinli, iltihabi proses, pərdənin vəziyyəti dəyərləndikdən sonra görür ki, burada bir problem yoxdur. O zaman xəstəni biz yönəldirik, tövsiyə edirik bir eşitmə testi, audiometriya dediyimiz müayinə var. O müayinənin cavabında əgər eşitmə sinirində bir zədələnmə varsa, biz bildiririk ki, sizdə xroniki koklear nevrit dediyimiz eşitmə sinirinin xəstəliyidir və bunun nəticəsində də sizin qulağınızda küy yarana bilər. Və bunun səbəbi budur. Çox təəssüflər olsun ki, nə qədər müayinələrdən keçmək. Nevroloji bir xəstəlikdir. Həm nevroloji sayılır, sinir xəstəliyidir, həm də əsas eşitmə sinirinin xəstəliyidir. Bunun müalicəsinə ilk bir ay ərzində bax çox önəmli olan budur. Xəstələr də ilk bir ay ərzində müraciət eləyərsə, bir ay ərzində bunun müalicəsi var. Steroid müalicəsindən başlayırıq, siniri qidalandıran müalicələr və s. həkim nevroloqlarla birgə çalışırıq burada. Müalicə eləyirik və effektiv olur. Amma bir ay keçdikdən sonra çox təəssüflər olsun ki, bunun müalicəsi heç də effektiv olmur. Və fəsadı nə olur? Fəsadı nə olur? Zaman keçdikcə bu küyün miqdarı artır, qulaqda eşitmə zəifliyi yaradır. Xəstələrə bu zaman deyirik ki, bir istifadə etdiyimiz bir preparat var ki, bunu deyirik istifadə edin. Bir ay müddətində faydası olarsa davam eləyin. Yox, faydası olmasa sadəcə bu səsə öyrəşin. Xəstələr nə zaman narahat olur? Axşam səssizlik olanda, səssiz bir yerə yatan zaman görürlər ki, qulağında o səs bunu narahat edir. O zaman deyirik ki, bir radionu açsın, asta bir səslə qulaq asıb səsləri bir-birini baskılayıb və rahat belə deyim də komfortda həyat yaşasın. Bəzən buyurun. Bir müddət sonra isə bu daha da eşitmə zəifliyi, qulaqda küy artdıqca artıq eşitmə cihazları tövsiyə edilir. Hər hansı bir mədəni tədbirlərdə ümumiyyətlə konsertlərdə deyim, çox uca bir səs gücləndirici vasitəsilə bizim qulağımızın dibində səslənir. Onun hansı mənfi nəticəsi ola bilər? Yəni həmin o yüksək səsə məruz qalsaq əgər uzun müddət və yaxud da ki, ani bir vəziyyətdə ani eşitmə zəifliyi deyirik. Bax, bu qulağımızda küydür, xroniki koklear nevrit dediyimiz xəstəlik var ki, bunun əsas yaranma səbəblərindən biri nədir? Yüksək səsə məruz qalmasıdır. Deyək ki, müğənnilərdir və yaxud da ki, bu konsertdə olanların və yaxud da adi bir toya gedir, xəstə gəlir deyə doktor, dünən axşam toydaydım, bu gün qulağımda eşitmə zəifliyi var. Dərhal bu xəstələrdə audiometriya dediyimiz müayinəni eləyib, orada ani eşitmə zəifliyini görürüksə... Yəni, belə deyək də, qulağın da, eşitmə orqanında bir həddi var ki, hansı səviyyə kimi o səsləri qəbul edə bilər.
o səviyyədən yuxarı olduqda artıq problemlər artıq nəzərə problem ola bilər. Məsələn, 2-ci Qarabağ müharibəsi dövründə belə deyim, əsgərlərimizin o partlayış travmasına məruz qalmasından sonra bu koklear nevritlər həddindən artıq çox oldu, çox. Yəni ilk bir ay ərzində bu müalicələr başlandı, yardımlar olundu və geri dönüşlər çox oldu. Yəni sağalma ilə bitən problemlər çox oldu. Yəni belə bir şey var. 1% də şansımız varsa, onu dəyərləndirməliyik ilk bir ay ərzində. Sumqayıt əhalisi arasında sizin sahəyə aid olan daha çox hansı xəstəliklər müşahidə olunur? Qulaqda ağrı, eşitmə zəifliyi ilə daha çox xəstələr müraciət edir. Burun tıxanıqlığı da Onunla da vardır. bağlı çox. Və xəstələrə də tövsiyəm nədir? Əgər səsinizdə bir xırıltı varsa, bir səsdə haçalanma varsa, tutqunluq varsa, dərhal müraciət edin. Yəni xəstəxanamızda o şərait var ki, biz endoskop vasitəsilə, laringoskopiya dediyimiz müayinədir. Sizin səs tellərinizə baxaq, dəyərləndirək, qiymətləndirək. Erkən müayinə, erkən diaqnoz, erkən müalicə deməkdir. Xəstə nə qədər gec müayinəyə gələrsə, xəstəliyi o qədər çox irəliləyəcək və problemləri daha çox olacaq və müalicəsi də daha gec olacaq. Ümumiyyətlə hansı xəstəliklər varmı ki, yaşla bağlı olur sizin sahədə? Daha çox yaşlı xəstələrdə müraciət edir, eşitmə sinirinin yaşlanması ilə bağlı olan xəstələrdir. Qan təzyiqi yüksək olan xəstələrdir. Təzyiq qalxır, burun qanaxması ilə gəlirlər təcili yardımlar və İstənilən Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini götürüb, qeydiyyat şöbəsinə yaxınlaşıb, lor müayinəsindən, inzibati psixologiya çərçivəsində keçə bilər. yararlanıb keçir. Və hər hansı bir əlavə laborator müayinəyə, instrumental müayinəyə, cərrahi əməliyyata ehtiyac olarsa göndəriş əsasında inzibati psixologiya çərçivəsində əməliyyat olunur. Xəstəmiz gəlir müraciət edir, dediyim kimi müayinəmizi eləyirik. Əgər lor kabinetimizdə olan avadanlıqlar bizim diaqnozumuzun qoyulmasına yardımçı olursa, diaqnozumuzu qoyuruq. Ehtiyac varsa konservativ müalicə, ehtiyac varsa cərrahi əməliyyat planlayırıq. Əgər deyək ki, bizim avadanlıqlarımız buna imkan vermirsə, daha dərin müayinələrə ehtiyac varsa, klinikamızda rentgen müayinəsi, ultrasəs müayinəsi, kompüter tomoqrafiya, MRT bütün müayinələrimiz var və əlçatandır. Ehtiyac olan, zəruri olan xəstələrə yazırıq göndərişimizi, elə həmin gündə keçirlər müayinədən rahatçılıqla. Biz də diaqnozumuzu daha rahat qoya bilirik, daha arxayın qoya bilirik ki, əminlik edirik ki, sizdə bu xəstəlikdə müalicəsi də budur. Təşəkkür edirəm doktor. Həkim olaraq bu il üçün hədəfiniz nədir? Bu il üçün hədəfim klinikamızda endoskopik sinus cərrahiyyəsini daha da inkişaf elətdirmək, qulaq xəstəliklərindən təbil pərdəsinin bərpası əməliyyatını bizim xəstəxanamızda icra edirik. Bizim ənənəvi bir sualımız var. Hər bir qonağımıza bu sualı ünvanlayırıq. Veriliş olaraq bizə təklifiniz nədir? İlk öncə sizə təşəkkür edirəm dəvətiniz üçün. Maraqlı bir söhbətimiz alındı. Ümid edirəm ki, xəstələrimiz də bundan yararlanacaq. Sizə təklifim inşallah əməliyyatlarımız olan zaman gəlib xəstəxanada da, iş başında da bizi bir yoxlayasınız, çəkəsiniz, xidmətimizi, dediklərimizin nə qədər həqiqət olduğunu, yəni insanlarımıza, vətəndaşlarımıza çatdırasınız. Görsünlər insanlarımız da ki, xidmətimiz həqiqətən də əlçatandır. Əməliyyatımız, lor kabinetimiz, əməliyyatxanamızın vəziyyəti haqqında da insanlara daha aydın bir məlumat verib çatdırır. Təşəkkür edirəm doktor, dəvətimizi qəbul edib gəldiyinizə görə minnətdaram sizə. Çox səmimi bir söhbət etdik və ətraflı məlumat verdiniz xəstəliklər barəsində. Əziz izləyicilər, xatırladım ki, qonağımız 1 nömrəli şəhər xəstəxanasının həkim otolaringoloqu Səmral Ağazadə idi. Çalışın, sağlam olun.